Salam, hər vaxtınız xeyirli olsun. Demək, bu günləri mən Drive haqqında məlumat vermək istəyirəm. Bildiyimiz kimi, bundan əvvəlki videolarımda da Drive necə, yəni Drive-a qoşulmaq lazımdır, onu bildirmişdim. İndi isə əslində Drive nədir? Yəni bunu daha dəqiq, daha dərindən haqqında məlumat vermək istəyirəm. Drive-da demək biz Google-dan şəxsi kabinetimizə, saytdan yəni şəxsi kabinetimizə daxil oluruq. Geçen dəfə də dediyim kimi, videomda qeyd etdiyim kimi, əgər biz Drive iştirakçısı deyiliksə, o zaman Drive-a necə qoşula bilərik? Yəni Drive-a mütləq 100 balımızı tamamlayırıqsa, qoşula bilərik. Buradan adam işarəsinin üzərinə vururuq. Gəlirik şəxsi kabinet sözünə. Aşağıda gördüyünüz kimi Drive var. Drive-dan keçmə. Burada demək, əgər rus dilindədirsə, burada tərcümə edə bilərsiniz. Baxın, avtomatik gəlir məndə, bilmirəm, hər kəsdə gəlir ya yox. Amma məndə gəlir, açılır belə Drive. Yəni, burada qoşulmamışıqsa əgər, baxın, belə bir səhifə açılacaq. Yəni, biz Drive-da qeydiyyatdan keçməmişiksə, bu cür bir səhifə açılacaq və giriş. Amma onu da qeyd edim ki, yalnız 100 balını tamamlayan məsləhətçilərə aiddir. Girişə daxil oluruq. 9 rəqəmli kodumuzu və açarımızı yazıb, yenə təzədən daxil olacağıq bura. Burada yenə deyirəm, səhifəni tərcümə yazılır, tərcümə edə bilərsiniz. Etdikdən sonra burada görürsünüz, Drive-da iştirak edən bir çox, yəni fərqi yoxdur. Faberlik hardadırsa, bütün ölkələrdən olan Drive iştirakçıları göstərilir. Mən öz şəxsi kabinetimə daxil olacağım. Drive-da olan şəxsi kabinetimə daxil olacağım. Burada adımız, soyadımız yazılıb, hər bir şey profil, gördüyümüz kimi ölkə və biz demək, burada bütün rütbəmiz də görünür. Hər bir şey, baxın, hamısı bir-bir görünür və neçənci VIP məsləhətçi olduğumuzu, yəni artıq neçə kataloqdur 100 balımla gedirik, onlar görünür və bir də sürücü, yəni Drive sürücü deməkdir. Yəni, burada artıq 5215 mənim Drive-ım var. Bu da yəni sırf bu dəfəyə aid deyil. Bu artıq neçə dəfədir ki, mən burada yəni 18 dəfə VIP olduğuma görə o müddətdən bugünə qədər yığılan Drive-larımdır ki, burada qalır. Və bunlar bir şeyi nəzərinizə çatdırım ki, Drive-da olan, baxın, bunlar sıfırlanmır. Yəni, birlikdə, məsəl üçün, balımızı tamamladıqdan sonra növbəti dövrdə sıfırlanır. Amma Drive-da belə bir şey yoxdur. Drive-da, yəni, sıfırlanmır. Baxın, burada anket sözünün üzərinə daxil olanda gördüyünüz kimi, baxın, bu sürücü, bu deməkdir. Baxın, ardıcıl olaraq min Drive, yəni 3-ü keçmişik, 4-ü keçmişik, indi 5-cilik, yəni 5000 neçə yüzüydü mənim Drive-ım. Bundan çox olanlar da var, yəni gəlir. Burada hər biri göstərir artıq Azərbaycan üzrə nə qədər, yəni Drive iştirakçısı var, ümumiyyətlə bu üzrə nə qədər var, yəni bütün bunlar hər biri göstərilir, hamısı var. İndi mən bu, yəni sırf bunu niyə göstərdim? Sizə burada Drive haqqında daha ətraflı məlumat vermək istəyirəm ki, gəlin görək Drive-ın bizə faydaları nədir, nəyə görə Drive-da olmalıyıq, Drive iştirakçısı olmalıyıq. Yəni bu haqda məlumat verəcəm sizə. Baxın, keçən dəfə dövrdə artıq Drive oynanıldı. Mənim keçən dövrdə 6 diskim var idi. İndi gəlin baxaq bizim diskimiz nə qədərdir. Baxın, indi hal-hazırda burada bu kataloq dövründə mənim bir dənə diskim var və 100 dənə sürücü, yəni 100 Drive bir qızıl disk deməkdir ki, hal-hazırda mənim bir dənə qızıl diskim var. Bəs gəlin görək, bu bir dənə qızıl disk necə yaranır və nə üçün verir şirkət? Demək, Faberlikdə Drive proqramı bu şirkətin yalnız VIP məsləhətçilərinə verilir. Bunu daha əvvəl də dediyim, yəni VIP məsləhətçi isə mütləq Drive iştirakçısı olmalıyıq, bura qoşulmalıyıq. Drive nədir? Faberlikdə Drive VIP məsləhətçiləri üçün xüsusi bir platformadır ki, burada müxtəlif aksiyalar və layihələr olur. Hansı ki, biz burada hədiyyələr qazanırıq. Bunu indi ətraflı sizə izah edəcəm. Drive proqramında nə olur? Proqrama daxil olanda Drive platformasında, yəni belə gördüyünüz kimi bayaq göstərdim. Yəni bu bölmələr görünür. Yəni mənim səhifəm var burada. Burada nə görünür? Mənim əldə etdiyim nəticələr, hansı ki, baxın, anketdə burada daxil oluram. Baxın, burada demək, mənim əldə etdiyim nəticələrin səviyyə və mükafatlar görünür. Sonra hansı tədbirlərdə, layihələrdə, kampaniyalar, tapşırıqlar, yəni bunlar sosial layihələr, biznes artımı üçün, yəni harada iştirak eləmişəmsə, yəni nə olubsa, bütün bunlar hər biri burada artıq qeyd olunur, yığılır. Bunlar baxın sürücü kimi, yəni bir-bir addım yavaş-yavaş gəlir, yığılır yəni. Necə ki, Drive-da xallar necə toplanılır? Proqramda iştirak üçün əvvəlcə nə edirik? Proqrama daxil oluruq.
Lakin əsas şərt bizdə nədir? Mənim şəxsi dövriyyə balım 100 bal olmalıdır. Sonra isə bu şərti yerinə yetirdikdən sonra artıq mən drive-a qoşulmuşam və mənim qrupumda olan da, qrupun həcmi də, yəni öz komandama gələn məsləhətçilər də əgər 100 ballarını tamamlayırlarsa, bu həm onlar drive-da iştirak edir, həm onların üstünlüyüdür, həm də mənə də yəni təsir eləyir. Mənim bax drive-ımın qalxmağına, yəni sürücülük deyək, yəni artmağına o da üstün təsir eləyir. Hansı ki bütün aksiyalarda iştirak eləmək, ballarımızı tamamlamaq, 100 balla getmək. Sonra qeydiyyatlar yəni birinci səviyyədən qeydiyyatlarımız olur və yaxud da komanda üzərindən qeydiyyatlar olur. Bütün bunlar hər biri bizim disk, yəni bayaq göstərdim, disk almamıza, yəni disklərimizin toplanmağına ən çox köməklik eləyən, necə deyim, önemli olan yəni bunlardır ki, birinci növbədə biz disklərimizi bu cür toplayırıq və sonra kartlar və kuponlar, aksiyalar olur. Bütün bunların hamısından iştirak etmək lazımdır. Kartlardan, kuponlardan yararlanmaq, hansı ki şirkətdə keçirilir mega aksiyalar, onlardan yararlanmaq lazımdır ki, biz bu diskləri sürətli bir şəkildə toplaya bilək. Baxın, keçən dövrdə, yəni 13-cü mövsüm idi. Qeyd edim ki, 5 dövrdən bir artıq bunlar oynanılır. Yəni disklər yığılır. Ən böyük, necə deyim, oyunlar, hədiyyələr oynanılır. Drive-da demək necə qazanıram? Drive əslində pul vermir bizə. Yəni drive o demək deyil ki, drive-da qazanacağam, drive mənə nəsə bir maaş verir. Xeyr, drive-da biz necə qazanırıq? Böyük hədiyyələr, yəni üstünlüklərə aparan yoldur bizdə əslində drive. Bizi ən böyük üstünlüyə aparır. Disk isə mənim burada nə qədər aktiv olduğumu göstərir. Yəni mən nə qədər disk toplayıramsa, orada mən artıq nə qədər aktiv olduğum görünür. Yenə deyirəm, yəni 100 drive bir dənə qızıl disk deməkdir. Demək, mən nə qədər aktiv olsam, bir o qədər mənim disklərimin sayı artır. Elə vaxt olur ki, 10 dənə disk olur, elə vaxt olur 6 disk, elə vaxt olur 20, 30. Yəni bu disklər çox olduqca demək ki, bir o qədər çox çalışmışıq. Bizim disklərimiz çoxdur və bu da hədiyyə qazanmağı daha çox artırır bu disklər. Nə qədər çoxsa bir o qədər hədiyyə qazanırıq. Demək, biz drive-da 3 şeyə görə, yəni disk qazanırıq. Nəyə görə? Şəxsi alış-veriş. Mütləq biz şəxsi dövriyyəmiz olmalıdır. Burada alış-veriş etməliyik. Yenə deyirəm, yəni balımız, 100 balımızı mütləq tamamlamalıyıq. Sonra komandanın dövriyyəsi. Komandanın da məsləhətçilər ola bilər. Amma əgər onlar alış-veriş etmirlərsə, burada mənim artıq drive-ım zəif işləyir. Yəni yavaş-yavaş gedir, yavaş hərəkət edir. Sonra drive-da yenə deyirəm, tapşırıqlar və kampaniyalar var ki, hansı ki bunların hər birindən istifadə etmək, yararlanmaq lazımdır. Bütün mega aksiyalar olsun, kuponlar olsun, kartlar olsun, bütün hər bir şeydən yararlanmaq lazımdır. Sonra gələk drive-da səviyyə yaratmağa ki, drive-da hər kəs yəni müəyyən sayda disk yığa bilir. Həmin disklər isə bizim səviyyəmizi qaldırır. Yüksək səviyyə, yəni daha dəyərli kampaniyalara qoşuluruq, daha bahalı hədiyyələr olur. Məsələn, şirkətdə hədiyyə kampaniyası nədir? Burada səyahət var, telefon var, qızıl var, texnika var, premium məhsullar seti olur. Yəni bu kimi hədiyyələr olur ki, hansı ki biz bu disklərdə, yəni bizim disklərimiz orada iştirak edir ki, bizə də necə deyim, lotereya kimi. Orada qazanırıq bütün bu hədiyyələri. Və disk nə deməkdir? Disk isə o deməkdir ki, mən bu hədiyyələrə layiqəm. Yəni bunun sübutudur. Faberlik deyir ki, mən hədiyyəni sənə təsadüfü vermirəm. Mən hədiyyəni yalnız biznes aparana, komanda qurana, sonra stabil işləyən bir liderə vermək istəyirəm. Bu bizim elə ki, öndə olduğumuzu göstərir. Nə qədər, yəni Faberlikdə nə qədər çalışdığımızı göstərir. Biz əgər stabil işləyiriksə, komandanı aktiv saxlayırıqsa, biznesi ciddi apardığımızı göstərir. Ona görə də böyük hədiyyələr həmişə drive üzərindən oynanılır. Bu disklərdən necə istifadə edə bilərik? Onu göstərirəm. Aşağıda, baxın, yenə göstərirəm. Baxmaq sözünün üzərinə vuranda diskimiz. Baxın, məndə bu kataloq dövründə artıq başlayıb bir dənə diskim var mənim. Bu da göstərir ki, artıq mən balımı tamamlayıram, komandam aktivdir, komandada işləyir, komanda özü də ballarını tamamlayır və bütün bunların hər biri mənə drive-da, baxın, irəli getməyə, həm də qızıl disk qazanmağa köməklik eləyir. Və gəlin görək, bu drive-da bu qızıl disklər necə oynanılır? Yenə deyirəm, 5 dövrdən bir oynanılır ki, hansı ki, baxın, burada gördüyünüz kod var. Bütün bu kodlar lotereya kimi, hansı ki, lotereya görmüsünüz, şarların üzərinə, şariklərin üzərinə nömrələr yazılır. Yəni, ona uyğun bir şeydir ki, burada da bu nömrələr oynanılır və kimin nömrəsi çıxarsa ona hədiyyələr düşür. Hansı ki, səyahət olsun, qızıl olsun, telefon olsun, yəni ən bahalı hədiyyələr drive-da oynanılır ki, sizə də bu hədiyyələr düşə bilər. Yenə deyirəm, nə qədər çox qızıl diskimiz, bir o qədər bizim qazanmaq şansımız artır.
Belə, bugünlük bu qədər. Yəni Drive haqqında istədim ki, daha ətraflı məlumatınız olsun. Bundan əlavə də, yəni bizim şəxsi kabinetimizdə, hansı ki bizim Faberlikdə, baxın, şəxsi kabinetimiz var ki, biz alış-veriş edəndə aksiyalar bölümündə də Drive görünür. Mütləq biz keçid edirik. Burada Drive'lar hal-hazırda baxaq görək. Baxın, VIP məsləhətçi olduğumuz üçün burada indi yox, yəni o Drive vaxtı, oynanılan vaxtı burada Drive üçün indirimlər, yəni hədiyyələr hamısı bu aksiyalar bölümündə görünür ki, biz də bu həm hədiyyələrdən yararlanırıq, həm də Drive-da indirimə düşən məhsullardan yararlanmış oluruq ki, onlar da yəni istədim ki, biləsiniz ki, burada aksiyalar bölümündə görünür hər biri.